Zəngilanın ərazisində arxeoloji və memarlıq abidələri içərisində orta əsrə aid Şəhri Şərifan adı ilə tanınan şəhərin xarabalıqları mövcuddur. Xudafərin körpüsündən 15 kilometr qərbdə yerləşən Şərifan şəhəri araşdırmalara görə 9-cu əsrdə formalaşıb və 14-15-ci əsrlərə kimi mövcud olub. Diqqəti cəlb eləyən cəhətlərdən biri də şəhərin memarlıq abidələri olub. Onlardan biri Şəhri Şərifan sərdabəsidir. Qədim türbənin yalnız alt hissəsinin, sərdabəsinin qalıqları dövrümüzə qədər gəlib çıxıb. Araşdırma aparan alimlər belə hesab eləyirlər ki, Şərifan sərdabəsi təxminən 13-cü əsrdə inşa edilib. Abidənin böyük bir hissəsini Həkəri çayının suları uçurub və yuyub aparıb. Abidənin giriş və mehrab olan tağı naxışlanıb. Digər tağlarda isə belə bir naxış yoxdur. Sərdabənin cənub divarlarında dördbucaqlı formada taxçıya oxşar, çox da dərin olmayan mehrab var. Tək Zəngilanda deyil, ümumiyyətlə Qarabağda 13-cü əsrə aid bir neçə abidə var ki, günümüzə qədər gəlib çıxa bilib.